Salam, hörmətli şagirdlərimiz. Biz yenidən öz hazırlıq şagirdlərimiz üçün rasional kəsrlər mövzusunda 3-cü bölmənin 35-dən sonra qalan tip suallarının izahına başlayırıq. 1. Elə 35-dən sonra biz başlayaq 37-yə. 37-ci sual. Baxa görə bu sual bizə nə verir? Verir ki, mənə x-in kvadratı üzərinə gəl 4x bərabərdir 3ax-a. X'in kvadratı bölünmüş 16 üzerine gel 1 bölünmüş x'in kvadratı. Bizden bu ifadəni soruşur. Bərabər sual. Bu ifadəni yazmaq üçün əvvəlcə bu ifadəni mən gətirirəm orta məxrəcə. X'in kvadratı. Bunlar kvadratlarımızdır. Bu da bərabərdir 16 x'in kvadratında x üstündə 4 üstəgəl 16. Yazıq. İndi mən burada x üstü 4 üstəgəl 16 almalıyam. Bunun için bu misalı x'in kvadratı üzerine gel 4x'i yükseltirəm kvadrata beraberdir 3ax'in kvadratı. Bu da olur x üstünde 4 üzerine gel 8x'in kvadratı. Yazdık mı? Üzerine gel. Burada aşağıda x'in kvadratı plus 4x yok 4'tür. Aha. Burada 4'tür. 8x'in kvadratı üstə gel 16. Beraber 9a'nın kvadratı x'in kvadratı. Mən buradan x üstündə 4 üstə 16'ını almaq istəyirəm. Bərabər 9a kvadratı x'in kvadratı çıxaq 8x'in kvadratı. Yenidən gətirirəm, yeni yetirəm. X 4'ün qiymətini yerinə qoyuram. Bu da bərabərdir 9a kvadratı x'in kvadratı çıxaq 8x'in kvadratı bölək nə 16x'in kvadratı. Hər tərəfdən də x kvadratını götürsəm olacaq 9a kvadratı çıxaq 8 böl 16x'in kvadratı. Buradakı x kvadratları getdi. Bu da bərabərdir 9a'nın kvadratı çıxaq 8 böl 16 nöqtə. Bu bizim bir sualımız. Ya Allah. Növbət sual gəlsin. Elə gəlsin 38. Gözəl bir sualdır 38. Yazıram x minus 1 böl y bərabərdir 4. Y minus 1 böl x bərabərdir 16. Məndən. Y minus x bölək y soruşur. Bunu da mən nə edəcəm? 2 məxrəcə ayıram. Y böl y çıxaq x böl y. Bu da bərabər 1 minus x böl y. Bunu aldım. Niyə mən belə elədim? Bu misalı gəlib istəyim kimi yazıram aşağıdan. Y minus 1 böl x bərabərdir 16'ya. Qarşısını silirəm. Orta məxrəc deyirəm. Olur y-də x, y minus 1 bərabərdir 4. X-da x, y minus 1 bərabərdir 16. Hindi uşaqlar. Hindi. Alıram ki çarpazlarım hər birini. X, y minus 1 bərabər 4y. X, y minus 1 bərabər nə? 16x. Yazıram 4y bərabərdir 16x-ə. X-lər aparıram. Y də bərabər 4x-ə. Yazıram bərabər 1 minus x böl 4x. 1 minus 4'də 1 bərabərdir 4'də 3. Aydın oldu mu? Gətirib yerinə yazdım. Oldu neçə? 4'də 3. Bu da əla, bu da gözəl. Bunun növbət sualımız gəlir 40. Bunu silirəm. 40-cı sual. 40. Deyir a plus b minus c bərabərdir 0'a. Deyir a, b, c hasili 0'dan nədir? Fərqli. Deyir a'nın kubu üzerine gel b'nin kubu çıxılmış c'nin kubu bölünmüş 3 a, b, c. Bunun birinci yolu, kitay yolu. Ne edəsən? Yerinə rəqəm qoyacaqsan. A'ya qoyacaqsan 1, b'ye qoyacaqsan 2, c'ye qoyacaqsan 3. 1 üstə gəl 2, 3, çıx 3, 0. Bu bir yolu. Bu yol yəqin ki, hər kəs aydın oldu. Bu bir yolu oldu. Gətirib yerinə qoyacaqsan. A'yı 1 qoymusan 1,
B2 qoymuşsan 2'nin kubu 8. Çıxaq 3'ün kubu 27. Bölək 3 vur 1 vur 2 vur 3. O da bərabər. Yuxarıda mənfi 18. Aşağıda neçə? 3 kere 2 6 18. Bərabər mənfi 1. Bu cevabı aldık mı? Aha. Bu bizim bir yolumuz. Yani ne elədik? Yerinə qiymət qoyduq. A'ya 1, B'ye 2, C'ye 3. Elə qiymətdə qoymalısan ki, burada 0 alınsın. Bu bir yolumuz. Şimdi diğer yolumuza baxıram. Ne edəcəm? Diğer yol tapmaq üçün inşallah. Bizdən bunu soruşur, bərabərdir. Deməli, hörmətli gənclər, mən burada C'ni sağa keçirirəm. A plus B bərabər C'yə. Oldu mu? Həll yoluna baxıram indi. Yüksəldirəm kuba. A plus B'nin kubu bərabər C kubuna. Bunda C kubu bərabərdir. A kubu üzərinə gəl. 3A kuratı B üzərinə gəl. 3AB'nin kuratı üzərinə gəl B'nin kubu. C kubu bərabərdir. A'nın kubu üzərinə gəl. 3 AB'ni götürdüm. A üzərinə gəl B. Üzərinə gəl B'nin kubu. A üstə gəl B. Nə verir mən yuxarıda? C'ni. Bunda yazır ki C kubu bərabərdir. A'nın kubu üzərinə gəl 3. A, B, C üzərinə gəl B'nin kubu. İndi gətirirəm. Burada yerinə yazıram. Bax, bərabərdir. A kubu üzərinə gəl B kubu. Çıx C kubu. C'ni yerinə o ifadən yazıram. Çıxaq A kubu. Çıxaq 3ABC. Düzümü? Çıxaq B kubu. Bölək nə? 3ABC. Düzdür. Baxdıq. A kubları getdi. B kubları getdi. Bərabərdir. Mənfi 3 ABC böl 3ABC bərabər nə? Mənfi 1. Bu da həll yolu. Ama bayaq nə eləmişdim? A'ya 1, B'ye 2, C'ye 3 koymuştum rahatcana. Yanlışım 1 üstə gəl 8 çıx 27 3 vur 1 vur 2 vur 3. O da mənfi 18 bölü 18 mənfi 1. Həmin cavabıydı. Ey Allah. Sonra növbət sualımız gəlsin. 41 gözəl sualdır. 41. Baxın nə deyir 41-də bizə? Deyir ki A'nın kvadratı üzərinə gəl 6A bərabərdir 6'ya. A üzəri 4 üzərinə gəl 324 bölünmüş 2A'nın kvadratı. Çıxaq 12A üstə gəl 36. İndi yuxarını yazıram ki A kvadratı üstə gəl 324'ü yazıram 18'in kvadratı. Düzdürmü? Daha doğrusu düsturun var ama A kvadratı plus B kvadratı niye beraber? A plus B'nin kvadratı çıx 2AB. Yazıram A kvadratı plus 18'in çözülen kvadratı çıxaq 2 misli. 36 A kvadratı. Aşağıdan 2'ni çıxardıram. Odur A kvadratı çıxaq 6A üzerine gel 18. Bu da bərabərdir. Burulur A'nın kvadratı. Üzerine gel 18 çıx 6A. A'nın kvadratı. Üzerine gel 18 plus 6A. Məxrəcə də 2 vuraq. A kvadratı çıxaq 6A plus 18. Düzümü? Bu ifadələr getdi. Yuxarıda qaldı. A kvadratı üzerine gel 6A üzerine gel 18 bölək 2. Şimdi A kvadratı üzerine gel 6A. Mənə nə verir 6'nı? Bu da bərabərdir 6 plus 18 bölü 2. 24 bölü 2 neçə? 12. Bildik. Şimdi növbətə bir düsturumuz gəlsin. Düsturlu sualımız. 42. Baxın nə deyir bizə?
Deyək ki 42'də a'nın kvadratı üzerine gel 6a üzerine gel 16 bölünmüş 5 plus 8b çıx b kvadratı. En kiçik en büyük kıymeti tapırsan sonra yerine koyacaksan. Deyir en kiçik müsbət qiymətini tap. Yani yuxarının eni böl aşağının eni. N1 böl N2. Bu a kvadratı üzerine gel 6a üzerine gel 16. Bu misalın enini tapıram 4ac 4 vur 16. Çıx b kvadratı 36 böl 4. Düzdür. Bu da 28 böl 4. Düzdür mü? 28 böl 4 beraber niye? 7'ye. Ki aşağıdan yazımını xırdaladım bunu inşallah koy sıxsın. 4 vur 16 çıx 6'ın kvadratı 36 böl 4. 64 çıx 36 böl 4. Neçə? 7. Şimdi bir də menfi b'nin kvadratı üzerine gel 8b üzerine gel 5. Bunun enini tapıram. N2. 4ac menfi 20 çıx 64 böl menfi 4. O da olur nə? Menfi 84 böl menfi 4 olur nə? 21. İndi qiymət sorusu. Gətir yeni yazırsan. 7 böl 21. Neçə? 3'te 1. N'in qiymətini yazıram bura. 4ac çıx. B'nin kvadratı bölünmüş 4a. İnşallah ki aydın oldu. (43) A üzerine gel B beraber menfi 5. A vur B beraber de 3. A kvadratı böl modulda A üzerine gel. B kvadratı böl ya A kvadratı böl modulda B böl modulda A. Baxdıq. Mən bunların cəmi mənfidir, hansı müsbətdir? Düzdür? Eyni işarəli olmalı hasili müsbət olması üçün. Ya hər ikisi müsbət, ya hər ikisi mənfi. Düzdür? Cəm mənfidirsə 2 müsbətin cəm mənfi ola bilər. Ola bilər. Demək neymiş? Hər ikisi neymiş? Mənfiymiş. A da mənfiymiş, B də mənfiymiş. Onda A da sıfırdan kiçikdir, B də sıfırdan kiçikdir. Hər ikisi sıfırdan kiçiksə olur menfi A kvadratı böl B çıx B kvadratı böl A. Düzdür? Menfi atıram qabağa. Olur A kvadratı bölünmüş B plus B kvadratı bölünmüş A. Menfi qabaqda qalır. Olur AB'de A kubu plus B kubu. A kub plus B kubunun düstur var idi, xüsusi düstur. A plus B A plus B'nin kvadratı çıxaq 3AB bölək AB yerine koyacaksan. A plus B niyə bərabərdir? Menfi 5 vur 25 çıx 3AB. AB 3'dür mü? 3'e vuranda 9 böl AB 3 menfi 80 böl 3. Все. Aydın oldu mu? İnşallah ki güzeldi her şey. Şimdi geldik hara. 44. A üzerine gel 1 böl A beraber 3'e. Deyir A kvadratı üzerine gel 1 böl A kvadratı. Tapın bunu. Neyi niyeceğim? Ben bu tip suallar yazan zaman hükmen yüksək buran kvadrata. Bu ifade yoktu. Bu ifadeni yükseldin kvadrata. Yazıram A üzerine gel 1 böl A'nın kvadratı beraber ne 3'ün kvadratı. Olur A'nın kvadratı üzerine gel. 2 vur A vuraq 1 böl A beraber 9'a. Yok plus 1 böl A'nın kvadratı beraber 9'a.
A'nın kvadratı üzerine gel 2, üzerine gel 1 bölü A kvadratı beraber 9'a. Bu zaman alıram ki A'nın kvadratı üzerine gel 1 bölü A'nın kvadratı 9 çık 2 7'ye. Все. Elə bizden buranı soğuçurmuş. Все. Beraberdi 7. Sadece yeni sen yükseldirsen kvadrata. 47. Deyirəm ki, oradaki 45 yazmadım hesaplamadır, rahat şeydir, yerine koyacaqsan. Ona keçində çox yazmışıq. P kubu çıx. 3P'nin kvadratı üzerine gel 7 beraber 0. En çok düşen sorular bulardı. Mənə deyir ki 4P üzerine gel 28 böl P kvadratı. Bu sual yazmaq üçün hökmən orta məxrəc. Başqa yolu yoxdur. Orta məxrəc. Yazacaqsan P kvadratında 4P'nin kubu plus 28. P kvadratında 4'ü çıxardırsan P kubu plus 7. Mən buradan P'nin kubu plus 7 beraber 3P'nin kvadratı. Aparıram bu ifadə yerine koyuram. Beraber P kubu plus 7'nin yerine 3P kvadratı yazıram. 4 vuraq 3P kvadratı bölə P kvadratı. 12P kvadratı bölə P kvadratı. Burada da P kvadratları gelir. Beraber neçə? 12. Aha. Sonra baxıram 49'a. Nedir 49'a bizə? Deyir ki A kvadratı üzerine gel 5A beraberdir mənfi 3. Deyir ki A'nın kvadratı üzerine gel 9 böl A kvadratını tap. Biz bu tip sualı online ders izahını vermiştik. Bu tip sualı yazan zaman her tarafı A'ya böl. Hamısının A'ya böləndə olur A üzerine gel 5 beraber de mənfi 3 böl A. A üzerine gel 3 böl A beraber mənfi 5'e. Bir mənfi 3 böl A'nın salı getdim. 5'i sağa apardım. Yenidən neyiniyəcəm bu ifadəni almaq üçün? Bayaq dedim. Yüksəldirim kvadrata. A üzerine gel 3 böl A'nın kvadratı beraber mənfi 5'in kvadratı. Bu da olur A'nın kvadratı. Üzerine gel. 2 vur A vuraq 3 böl A. Üzerine gel 9 böl A kvadratı beraberdir 25. Bu A'lar gitti. A kvadratı üzerine gel 6 beraber ne? Üzerine gel 6 üzerine gel 9 böl A kvadratı beraberdir 25. Mən indi bu iki ifadanı alsam A'nın kvadratı üzerine gel 9 böl A'nın kvadratı 25 çıx 6 neçə? 19. Yani bu tip sorular yazan zaman mütləq bu forma yazmalısın. Bunlar birini yazsın müəllim, qoy tam qavrayım. Yazıram 50. Deyir ki x'in kvadratı üzerine gel 7 kız minus 4 beraber 0. Yani x'in kvadratı üzerine gel 16 böl x'in kvadratını soruşur. Neyiniyəcəm? Əvvəlki misalda dedik. X'e böl. X'e bölsən x'in kvadratını x'e bölündə düşür x. 7x'i x'e bölündə 7. Çıxaq 4 böl x beraber 0. X çıxaq 4 böl x beraber nə? Mənfi 7. X minus 4 böl x'in kvadratı beraber mənfi 7'nin kvadratı. X'in kvadratı çıx. 2 vur x vuraq 4 böl x. Üzerine gel 16 böl x'in kvadratı. Beraber niye? 49'a. Bu x'dan bu x gitti. X'in kvadratı çıxaq 8. Üzerine gel 16 böl x'in kvadratı. Niye beraberdir? 49'a. Alıram x'in kvadratı üzerine gel 16 böl x'in kvadratı. Mənfi 8 gel 49'un üstə gəlirəm. Neçə? 57. Все.
Qəşəng suallar uşaqlar yazmaq olur. Rahatdır sizlər üçün. İndi növbət sualımız gəlsin. Növbət sualımız indi gəlir neçə? 52. 52'ye baxırıq. Bu sual nədir? 52-ci sual. 52-ci sualda x bərabərdir 10'da 3. Mənə deyir ki, 2 qız, daha doğrusu 2 qız bölünmüş 1 minus 2 qız. Məxrəci isə 1 minus 1 çıx 2 qız böl 2 qız üzərinə mənfi 1. Bu da bərabərdir. 2x bölək 1 minus 2 qız mənfi olduğuna görə tərsinə çevrilir. 1 çıxaq tərsinə. 2x bölək 1 minus qız. Yazıq. 2x bölək 1 minus 2 qız. İstəsən gətirib yerinə qoya bilərsən. Mən bunu hələ sadələşdirirəm. Hələ bunu sadələşdirirəm. O da olur ki, yuxarıda 2x bölək 1 minus 2 qız. Aşağıda 1 minus 2 qızda 1 minus 2 qız çıxaq 2 qız. Bu da tərsinə çevrilir. Olur 2x bölək 1 minus 2 qız. Burada isə 1 minus 2 qız 1 minus 3 qız. Şimdi 1 minus 2 qızlar getdi. Bərabər 2x bölək 1 minus 3 qız. X'im niyə bərabərdir? 10'da 3'e. Olur yuxarıda 10'da 6 bölək 1 minus 10'da 9. Bu da 10'da 6 böl 10'da 1. Bu da bərabərdir 10'da 6 vur 1'də 10. Bərabərdir 6'ya. Əla bir sualdır. Növbəti sual gəlir 54. Nədir 54'də? B kvadratı üzərinə gəl 3B çıxaq 5 bərabər 0. Deyir 7B minus 21 bölək. Bölək neçə? B'nin kubu çıxaq 27. Mən əvvəlcə nə edəcəm? Bu sualı mən ortaq vuru çıxaracağım yuxarıdan. Məxrəcdə müxtəsərlə açacağım. 7'ni çıxardıram olur B minus 3. Aşağıda 27 3'ün kubu deməkdir. B minus 3 B'nin kvadratı üzərinə gəl 3B üzərinə gəl 9. B minus 3'lər getdi. Bərabərdir. 7 bölək B kvadratı üzərinə gəl 3B üzərinə gəl 9. İndi mən burada yazıram ki, B'nin kvadratı üzərinə gəl 3B bərabərdir 5'e. Yazırım bərabərdir. 7 bölək 5 yazsam 5 plus 9. 7 böl 14 bərabərdir 2'də 1. O da nədir? 0,5. Gözəl bir sualdır. Gözəl yox, əla bir sualdır. Şimdi növbət sual gəlir 56. 56. Baxaq, nədir 56-cı sual? 56-cı sualda bizə deyir ki, 5 kiçikdir A kiçikdir B kiçikdir 9. Deyir ki 4A plus 4B plus 7 bölək A üzərinə gəl B'ni tap. Mən bunu parçalayıram. Əvvəlcə bu hissəni bir ayıracağım. 4 vuraq A plus B bölək A plus B. Üzərinə gəl 7 bölək A plus B. Bu da bərabərdir. 4 üzərinə gəl 7 bölək A plus B. Mənə deyir ki, 56'da ən kiçik qiymətini tap. Ən kiçik olması üçün məxrəc olmalıdır ən böyük. Və deyir ki, A, B naturaldır. Nədir? Natural. Naturaldır. Məxrəc ən böyük olmalıdır. Buna görə B'yi qoyuram 8, A'yı qoyuram 7. Bilik, məxrəc olmalıdır ən böyük. 5, 9, bəli. Deyir ki, şərt ödəyən A, B naturalları üçün mən şərt olaraq neçə yazmışam? 56 deyib 55 yazmışam. 55 olsun, bağışlayın. Yuxarıda şər 55'indir. Bunu düzəldək 55. Deyirəm, misalını yazılmır. Bu olur 55. 55'də nədir? 2 kiçikdir A kiçikdir B kiçikdir 9. Aha.
kiçikdir 9. Soru şərtimiz 4a plus 4b, düzümü? 4a plus 4b. Mən deyək ki, burada ən böyüyü soruşur. Ən böyüyü soruşur. Niyə soruşur? Ən böyüyü. Ən böyüyü soruşur. Niyə soruşur? Ən böyüyü. Ən böyüyü. Deməli, ən böyük olması üçün məxrəc ən kiçik olmalıdır. Nə var ən kiçik? 3, 4. O da bərabərdir. 4 üzərinə gəl, 7 bölək, 3 də gəl, 4. 4 üzərinə gəl, 7 böl 7. 4 də gəl nə? 1, bərabər nə? 5. Ən böyük dediyi üçün məxrəc ən kiçik olur. 3-dən 4 qoyuram. Ən kiçik etsəydi, onda ən böyük qoyacaqdım. 8-dən 7 qoyacaqdım. 57-dən o gün onlaynda yazmışıq. 58. 58. Nə 58-də? Deyir ki, 4c-nin kvadratı çıxaq. 4a-nın kvadratı bölək b. Deyir ki, a kiçikdir, b kiçikdir c. Deyir, ardıcıl cüt ədədlər. Normalda a-ya deyirəm 2m, b deyirəm 2m plus 2, c deyirəm 2m plus 4. B'ye 2m plus 2, C'ye 2m plus 4. Amma mən nə edirəm? Rahatlıq içində. Yolun bildiniz da. Mən A'ya deyirəm 2, B'ye deyirəm 4, C'ye deyirəm 6. Bir başa yenə yazıram. Bərabərdir. 4 vur 6-nın kvadratı çıx. 4 vur 2-nin kvadratı. Bölək B olur 4. Çox bildik. Yerinə qiymətlər qoydum. 4'ü çıxardıram. 36 çıx 4 böl 4 bərabərdir 32. Əla. Bir də 60'da yazaraq. 60. Deyir x'in kvadratı çıxaq 4x plus 1. Mən deyir ki, x plus x'in kvadratı üzərinə gəl 1 bölü x. Üzerine gel 1 bölü x'in kvadratı. Ben ne edeceğim? X'in kvadratı üzerine gel 1 bölü x'in kvadratını bir yazıram. X üzerine gel 1 bölü x'i bir yazıram. Bu ikisini A'ya qruplaşdırıram. Bu ikisini de A'ya qruplaşdırıram. Bu tip sual yazmaq üçün nisbəsizdir ki, bunu sıfıra bərabər verim. Demiştim ki, hər tərəfi x'e böl. X'e böl. X çıxaq 4 üstə gəl 1 bölü x bərabər 0. Mən də buradan x üzerine gel 1 bölü x'a bərabər 4 deyirəm. Mənfi 4 sağa keçirdim. Bunun qiymətini aldım 4. Bir də bunu yüksəldirəm kvadrata. X üzerine gel 1 bölü x'in kvadratı bərabər 16. X'in kvadratı üzerine gel. Hasili x'a gedir 2 misli 2. Üzerine gel 1 bölü x'in kvadratı bərabər 16. Alıram x'in kvadratı üzerine gel 1 bölü x'in kvadratı bərabər 14. Bunun için aldığım 14. Şu. Bu da oldu 14. Yazıram ki 14 üzerine gel 4. Neçə? 18. Size faydası dəydisə bu testlerin bize nə xoş.